Salam dəyərli izləyicilərim, hər vaxtınız xeyir olsun. Sizə belə bir gözəl həyət evi təqdimatına gəlmişəm. Təqdimata başlayıram həyət hissəsindən. 3 sotda kopçalı, evin və torpağın kopçası olan, ipotekaya yararlı olan bir həyət evi təqdim edirəm. Həqiqətən həyətə baxdıqca kənd həyatı, rayon həyatı yada düşür. Demək, evimiz Sarayda 3 nömrəli məktəbin yaxınlığında, ana yola, Bakı-Sumqayıt yolunun kənarına 2 dəqiqə məsafədədir. Bura həyət hissəsidir, tam polis kursadır, şəxsi tikilidir. Gördüyünüz kimi, bura həyət hissəsini təqdim edirəm. Kənardan idarə olunan darvazası var, qapısı var. Həyəti belə geniş, rahat həyəti var. Kombi sistemi var, istir sistemi, kombidir. Belə bir arası da var. Suyu, qazı, işığı daimidir. Həqiqətən ideal təklifdir. Qiyməti çox gözəl, münasib bir qiymətə təklif olunur. 3 otaqlı, yerdən 5-6 daş kürsülü inşa olunmuş belə bir maraqlı həyət evidir. 5 qası belə var. Həqiqətən bu şans çox ideal bir təklifdir. Qeyd etdiyim kimi yerləşir Afşin rayonunun Saray qəsəbəsində. Keçək sizə evlə tanış edeyim. Video təqdimata başlayalım evin giriş hissəsindən. Bu qaz peçini görürsünüz, sadəcə ev sahibi hər ehtimala qarşı qoyubdur. Evdə uşaqlı ev olduğu üçün hər şeyi fikirləşib. Giriş hissəsidir. Girişdə sağ tərəfdə yerləşir mənzilimizin, gördüyünüz kimi evin qonaq otağıdır. Belə geniş, çox gözəl, zövqlü bir qonaq otağımız var. Həqiqətən, bazar qiymətinə görə idealın ideal təklifdir də. Bu fürsəti qaçırmayın. Kopçası əldə, ipotekaya yararlı, suyu, qazı, işığı daimi. Bura isə mənzilimizin mətbəx hissəsidir. Ev sahibinə təcili pul lazım olduğu üçün çatır. Bu fürsəti qaçırmayın. Bura isə mənzilimizin yataq otağıdır. Yataq otağını bir sizə təqdim etdim. Buradan keçirəm digər yataq otağını. Arası, yəni beton, həyətin o birisi qonşu ilə arası açıqdır. Gördüyünüz kimi dəmir cüt qalanıbdır. Tikişi əladır, idealdır. Burada isə sanitar qoşulu hamam otağı ayrı-ayrılıqdadır. Maşallah hamam otağı geniş, çox geniş bir hamam otağı da var. Bura isə sanitar qovşağıdır. Həyət evi ilə bağlı sualınız olarsa, profildə nömrə qeyd olunub əlaqə saxlayın. Bu gözəl mənzilə, bu gözəl həyət evini qaçırmağı unutmayın. O gözəl mənzilə siz sahib olun. Bu günə bu qədər diqqətiniz üçün təşəkkür edirəm.